İnsan düşünəndə əslində hər bir şeyə cavab onun özündə var. Sadəcə düşünmək ağırdır. Düşünmək çox enerji aparır. Ona görə də bizi düşünməyə qoymayan doldurulmuş beynimizdir. Avtopilot rejimində işləyən beynimiz bizi bilirik, zənn etdirərək düşünməyə qoymur. Amma düşünəndə cavab var. Sizə bir sual verim. Zülmət bir meşədə, Amazonka cəngəlliyində azmısınız. İnsan deyə bir şey yoxdur. Hər bir canlı var və sizin gözünüz insan axtarır. Sadəcə sizə bənzəyən, sizi bu zülmət meşədən çıxardacaq bir insan. Və bir anlıq qarşınıza o insan çıxsaydı, sizə maraqlı olardı onun hansı millətdən, hansı dindən, hansı məzhəbdən olduğu. İnsan bütün kümükləri soyunub insan olanda insan üçün insandan qiymətli heç bir canlı ola bilmir.